Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri, təkrar xoş gördük sizləri. Davam edirik biz yenilənmiş Kodera test bankından ikinci bölmənin test izahları ilə. Ümumi anlayışlarda 2.1, 20 test nümunəsi var. Keçək testlərimizlə tanış olaq. Say sisteminin əsası nədir? Biz də qeyd eləmişdik ki, hər bir say sisteminin əsası orada olan rəqəmlərin sayıdır. 8-lik say sistemi ya 10-luq say sistemi. Niyə deyirik? 10 rəqəmi var deyə. İstənilən say sisteminin ən kiçik simvolu nədir? Ən kiçik simvolu 0-dır, ən böyük simvolu isə adından bir əksidir. Bunu da yadımızda saxlayaq. 10-luq say sisteminin ən böyük simvolu təbii ki 9-dur. Hansı yazılış yanlışdır? Yanlış olmağı hardan bilirik? Yəni o say sisteminin əsasından böyük element varsa, biz deyirik ki, o say sisteminin yazılışı yanlışdır. Burada da qeyd olunanlara baxırıq. O 120 ola bilər. Yanlış deyil, bu yanlış deyil, bu yanlış deyil, bu da yanlış deyil. Amma ikilikdə 2 ola bilməz. Yəni D variantı yanlış yazılışdır. 15-ci test nümunəsi 16-lıq say sistemində ümumi neçə simvol var? Biz qeyd eləmişdik, yenə də hər bir say sisteminin adı içindəki element sayıdır. Demək elə 16 dənə. Hansı yazılış yanlışdır? 7, 3, 2, 8-i də ola bilər. 16-lıqda ola bilər. 16-lıqda ola bilər. 16-lıqda ola bilməz. Belə bir hərfimiz yoxdur rus əlifbası kimi. Burada qeyd olunan nədir? Deyir ki, və burada 3, 7, 7, 8-likdə. Ondan sonra gələn ədəd neçədir? Sonra gəlmək nə deməkdir? Üzərinə 1 gəlir həmişə. Gəlirik. 7 üstünə 1. 0 yazırıq 1 yadda. 8 ilir çıxırıq 1. Burada 1 yadımızda. 0 yazırıq 1 yadda 400. Yadımızda qalanı da gəlir üstünə. 400 deməli 17-də olacaq A variantı. Deməli 235 6-lıq say sistemindən sonra gələn ədəd yenə də 235 kimi də belə deyil. 235 dəsində bu. Üstə gəl 1. 5 üstə 1 gəlirəm. 6, 6-dan 6 çıxıram. 0 yazıram 1 yadda. 4, 2. 6-lıqda. Doğru cavabımız olur 2, 4, 0. B variantı 18-də 6-lıqda. 19-da hansı yazılış yanlışdır? 10-luqda ola bilər. 8-likdə ola bilməz. Çünki 8 8-likdə ola bilməz. Burada da B variantı. 20-də deməli 2, bunda yazaq 3, 9, 16-lıq say sistemində bundan sonra gələn ədədi istir. Üzərinə 1 gəlir. 9-un üstə 1, 10, 10, 16-lıqda A-dır. 3, 2. 3, 2, A. 3, 2, A. Doğru variant C variantı olmuş olur. Buradan bir də saniyə bu testləri təmizləyib biraz ekran çəkək aşağıya. Sonra gələn ədəd deyirsə üzərinə 1 gəlirik. Əvvəlki ədəd deyirsə 1 çıxırıq. Yəni bu da rahat qaydalardan biridir. 4-ü demişdik burada. Demək 5-ci test nümunəmizlə ekranı 5-ci. 5-ci test nümunəmizdə deyir, yenə də deyir, hansı yazılış yanlışdır? Ümumiyyətlə, yanlış yazılışları istəyirsə, biz baxırıq. Elə burada 5-də A variantıdır. Niyə? 8 8-likdə ola bilməz. Say sistemin əsasına, yəni say sistemin ən böyük elementi adından bir əksidir. Yəni 8-likdə maksimum 7 element ola bilər. Hansı yazılış yanlışdır? Yanlış 16-lıqda ola bilər, ola bilər, ola bilər, ola bilər. A burada Y variantı. Çünki A elementi 8-də yoxdur. Hansı yazılış yanlışdır? Ola bilər, ola bilər. 10-luqda C variantı. A, C 10-luqda ola bilməz. 7-də olacaq C variantı. 8-ci sual. Kompüter əsasən deyəcəm, biz deyirik ki, kompüter ikilik say sisteminə işləyir əsasən. Mövqesiz say sistemidir. Mövqeyi yoxdur. Yəni durduğu yerdən, mərtəbədən asılı olmayan say sistemi mövqeylidir. Mövqeylidir 16-lıq. Amma mövqeysizdir. Rum rəqəmləri Roma say sistemi mövqeysizdir. İkilik say sistemində hansı rəqəmlərdən istifadə olunur? 0 və 1-dən A variantı. Bunlar da sadə, ümumi anlayışlarda çox sadə suallardır. İlkin anlayışlar belə deyil də. Davam edək. 5 sualımız qalmalıdır burada. 11. Təkliflərdən təkliflərdən hansı doğrudur? 8-lik say sistemi mövqeysizdir. Xeyr, biz demişdik mövqeylidir.
Roma rəqəmləri mövqeylidir, xeyr mövqeysizdir. 16-lıq say sistemi mövqeylidir, mövqeysiz yazıb. Bəli, D variantı doğrudur. Roma rəqəmləri mövqeysizdir. 11-də olur D variantı. 12-ci sual, onluq say sistemində hansı rəqəmlərdən istifadə olunur? 0-dan 9-a qədər D variantı doğru olmuş olur. 0-dan 9-a qədər ən kiçik. Hansı yazılış yanlışdır? 16-lıqda ola bilər, 2-likdə ola bilər, 10-luqda ola bilər, ola bilər. Amma 8-likdə baxın yenə də 8, 8-likdə ola bilməz. 13-də olacaq. D variantı 14-cü sualımızda. Deyir ki, 5, 6, 7-likdə. Əvvəlkin tapırıqsa çıxırıq biri, olur 55. 55 olanlar, bunlar çıxır. Sonrakını tapırıqsa 56, 7-likdə üstünə 1 gəlirik yenə də. Və özündən sonraki ədəddə 7 eləyir, 7-dən 7 çıxırıq, 0 yazırıq. 1 yadda 60. Bu da 7-likdə. Deməli, əvvəlki olur 55, cavabımız olur 55, 60, 7-likdə təbii ki. Doğru cavab variantımız da burada olmuş olur. B variantı 14-də. Ümid edirəm ki, aydındır. Burada video izahlar bu bölmədə bəzilərində çox, bəzilərində isə belə qısa-qısa olacaq. Növbəti video izahda 2.2-də Roma say sistemləri ilə bağlı olan video izahda görüşənədək. Sağ olun, diqqətinizə görə minnətdarım.